Siz həyatda nə isə əldə etdinizsə, nə isə itirəsi olacaqsınız. Siz kim nə itirəsiniz? Mən həyatda mənlə çalışan dostlar vardı, mən istəməzdimmi onlarla əylənim, takılım, gedim istədiyim yerə. Mən onlarla uzaqlaşası oldum. Bunun səbəbi bugün burada olmaq üçündür. Ona görə ki, qabağı hesablayıb, qrafika uyğun gedərək nə isə qurban verməlisən. Nə isə qurban vermədən nə isə əldə etməyəcəksən. Bu mümkünsüzdür. Sizcə mümkündürmü nə isə qurban verməli? Məsəl üçün, siz çox kitab oxusaz, siz evdə papa-mamagil sizi görməyəcək. Siz kitaba çox oxudunuz, ona görə fikriniz getdi kitaba, papa-mamagil sizi görmür. Başa sala bildinmi? Nə isə qurban olmalıdır. Po-любому qurban olacaq. Və siz çalışın ki, bu bayaq dediyiniz özümü idarə etmə. Özünü idarə etmə o qədər güclənməlidir ki, gələcəkdə, bu sizə indi tezdir. Bu özünü idarə etmək bu dəqiqə sizin üçün, başlanğıc üçün bu qədər də önəmli deyil. Tam şəkildə özünü idarə etmək. Sizə 50% özünü idarə etmə yetərlidir. Öz içini idarə, öz daxili aləmindən söhbət gedir. Öz hərəkətlərini demirəm. Daxili aləmini 50%-ni idarə etmək yetərlidir. Sizin fokusunuz ona getməsin. Onu haçan gedir fokus insanın? Sən əgər hər hansı bir uğurlar əldə edirsən, ondan sonra düşünürsən ki, artıq sakitləşdirmək üçün öz daxili aləmini, sən elə bir canavarla döyüşə getmirsən, indi canavarları sakitləşdirməlisən.